Azərbaycanda reper sıralaması. Bu videoda sadəcə mənim şəxsi fikirlərim olacaq. Yəni istəmədiyim bir şey işləndə o gözəl beynini işlədib xoşgəlməz şərhlər yazma. Bu videoda qulaq asmadığım rapçilər haqqında fikir bildirməyəcəm, çünki bu digərlərinə haqsızlıq olacaq. FTB günə qədər çox mahnısını dinləməsəm də son illərdə göstərdiyi battle performansı ilə heç istedadı olduğunu sübut elədi deyə düşünürəm. Buna görə də onu orta katmanına qoyuram. Expert Azərbaycanda əsl rapin ilk nümayəndələrindən biridir. Onun yazdığı mənalı raplər insanları adətə özünə bağlayırdı. Buna görə də onu reper katmanına qoyuram. Mənə görə EP Azərbaycan rapini yaşadan insanlardan biridir. Son illərdə bir albomdan başqa çox da aktiv olmasa da rap üçün böyük itlər verib. Battle rapdə də bəzi haqsızlıqları saymasaq, orada da sözünü deyib. Buna görə də onu reper klasmanına qoyuram. Dostlar, digər rapçiyə keçmədən öncə xahiş edirəm, abunə olun və ən əsasda like atın. Çünki kanalım hələ yenidir və 4 ayda video atmadığıma görə algoritm pozulub. Like atdısa davam edək. Paster yazdığı albomlar ilə az rapə istiqamət verən insanlardan biridir. Bu dəqiqədə ən öndə gələn reperlərdən biridir. Bina, Çirkin kimi albomlar bu ölkədə bir də yazılmayacaq. Diyi konsertlərlə də həmişə ağıllarda qalmışdır. Mən bir neçə mahnısından başqa mahnısına qulaq asmasam da uğurları danılmazdı. Buna görə də onu reper sırasına qoyuram. Efraim uşaq yaşlarından rap eləyir, amma əvvəlki klipləri çox tez izlənməyib. Fitte girifti, az rap təhlükənin fərqində deyil. 2021-2022-ci illərdə isə çox aktiv olması ilə yanaşı karyerasının zirvəsini yaşayıb. Sözmüşəm mətinlərin formulun yorduğum beynim anlayır, həyatda tək bu pox olurum. Mənə görə də az rapdə ən yaxşı rəym edən rapçilərdən biridir. Buna görə də onu rapçi katmanına qoyuram. Defakto deyəndə ağıla o mahnı gəlir. Bəli, Ədyal. Bu mahnı bir hissəyə görə sadəcə ərgənlərin dinlədiyi bir mahnı, bir hissəyə görə isə az rapin himni sayılır. Bəs sən hansı tərəfdəsən? Yazdığım hər misrada sənə məxsus sətrim var. Aldığım hər nəfəsdə özünə məxsus ətrim var. Öz dəsti xəttim var. Sevgidən çox yazmasam belə, hörmətin qalmasa belə, nə də olsa xətrim var. Əslində sevgi yaxşı şeydi görüb bilənə qədər. Yatmırsa dilənə qədər, bilməli idi dirənə gərək. Gözlər danışır, dildə susur, onda dilənə gərək. Axtardı tapmadığını başqasından dilə.